Salam hər kəsə. Bugünkü maskam banan maskası olacaq. Bananın üz dərisinə faydaları haqqında sizə belə bir məlumat verim ki, banan həqiqətən də üz dərisini parladır, uşaq dərisi kimi yumuşaq edir, nəmləndirir, üz dərisini gözəlləşdirir. Bir sözlə çox faydalı bir meyvədir. Deməli, bu maska 3 ingredientdən ibarətdir: banan, süd və bal. Götürürük bir bananın yarısını əzirik. Qəşəng-qəşəng əzəndən sonra əlavə edirik bir qaba, bir kasaya. Əlavə edəndən sonra üstünə əlavə edirik bir xörək qaşığı süd. Yenə qarışdırırıq. Yaxşı-yaxşı qarışdırandan sonra əlavə edirik üstünə bir xörək qaşığı bal. Bal təbii bal olsa gözəl olar. Yəni o birisi süni ballardan olmaz. Əlavə edirik, qarışdırırıq. Bu maskanı həftədə 2 dəfə etmək mütləqdir. Yəni ki, heç bir maskadan, gözəl insanlar, heç bir maskadan bir dəfə ilə effekt gözləməyin. Bu maskanı həftədə 2 dəfə etmək mütləqdir. Bu qədər. Faydalı oldusa, like edin.